Vətən müharibəsi dönəmində Gəncəyə atılan sonuncu raketdən bu gün 5 il ötür. 2020-ci il oktyabrın 17-si mənfur düşmən Gəncəyə 2 istiqamətdən raket atdı. Nəticədə raketlərdən biri şəhərin Muxtar Hacıyev küçəsinə, biri isə Avtozavod qəsəbəsinə düşdü. Dağıntılar daha çox şəhərin Muxtar Hacıyev küçəsində oldu. Raketin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 14 nəfər mülki şəxs həyatını itirdi. Avtozavod qəsəbəsində isə 1 nəfər mülki şəxs şəhid oldu. 2020-ci ilin oktyabrın 17-si gecə saatlarında Gəncənin Cavadxan qəsəbəsi və Muxtar Hacıyev küçəsinə bir-birindən bir neçə dəqiqə fərqlə raket hücumları oldu. Cavadxan qəsəbəsində bir nəfər həlak oldu, bir neçə nəfər isə yaralandı. Muxtar Hacıyev küçəsində isə mənzərə daha dəhşətli idi. Raketlər bir-birinə bitişik olan həyət evlərinin üzərinə düşmüşdü. O dəhşətli gecədə Gəncə sakini Ramiz Qəhrəmanovun ailə üzvlərindən 5 nəfəri dağıntılar altında qalaraq həyatını itirib. Ramiz Qəhrəmanovun qızı Xatirə Qəhrəmanova, nəvələri Ləman Qəhrəmanova, Orxan Xəlilli və Məryəm Xəlilli şəhid olublar. O deyir ki, hadisədən 5 il ötsə belə acılı günləri əsla yaddaşından silə bilməyəcək. Gecə yatdığımız yerdə bombaladılar bizi. 4 nəfər ailə üzvüm şəhid oldu. Mən də bu evdə olmuşam. Ara məsafəmiz olduğuna görə mən dağıntının altından salamat çıxdım. 4 nəfər ailə üzvüm. Bir gecədə evli, işli hamısı məhv oldu, getdi. Ev əşyasından bir yerdə. O qədər stres keçirdim ki, belə. Allah işimə göstərməsin o günləri. Ləman dizayner olmaq istəyirdi və işini verib qəbul olmuşdu. O da arzusuna sata bilmədi. Qəhrəmanovlar ailəsinin qonşuları bir tərəfdə Əsgərovlar, digər tərəfdə isə Şahnəzərovlar ailəsi idi. Əsgərovlar ailəsinin 5 üzvü də faciənin qurbanına çevrildi. Onlar ailənin başçısı Soliddin Əsgərov, qızı Sevil Əsgərova, onun 5 il həsrətdən sonra dünyaya gələn qızı 10 aylıq Narin Xalıqova, ailənin oğlu Bəxtiyar Əsgərov və digər qız nəvəsi 10-cu sinif şagirdi Nigar Əsgərova idilər. Ailənin digər 3 üzvü isə dağıntılar altından xəsarət alaraq çıxarıldı. Həmin raket düşən gecəni xatırlayıram. Ailəmizin 500 üzvü şəhid olub. İkisi körpə, ikisi cavan, ailəli, bir də həyat yoldaşım. Həmin gecə yatmamışdıq. Oğlum gəldi, gördü ki, Hikmət Hacıyev televizorda 11-də düşən raket zərbələrindən danışır. Nə də mən də baxırdım, pis oldum. O Bəxtiyarı üzü qanını görəndə ürəyim pis oldu. Oğlum girdi ki, mama sağ deməmişəm, bunlara baxma, sağ olmazaq baxmaq. Əsgərovlar ailəsinin digər nəvəsi Amin Əsgərov dağıntılar altından qaldığından müxtəlif bədən xəsarətləri almışdı. Onun sağ qolu dəfələrlə əməliyyat olunub, lakin onu incidən bədənindəki, qolundakı ağrılar yox, itirilən doğmalar və qonşular idi. Amin məsuliyyətə cəlb olunan erməni terrorçularının məhkəməsində iştirak edərək doğmalarının və yaxınlarının haqlarını da tələb edib. Ermənistan Respublikası tərəfindən atılan raket nəticəsində ağır yaralanmışam, yaxın 5 qolumu itirmişəm. Hal-hazırda 3-cü qrup əliləm. Ermənistan Respublikasının atdığı raket nəticəsində keçirilən məhkəmədə, Ali Bakı məhkəməsində iştirak etmişəm. Küçəmizdə 14 nəfər mülki şəxs rəhmətə gedibdirsə, onlardan 7-si uşaq, ikisi isə hələ körpə uşaqlar idi, bələkdəki uşaqlar idi. Bununla bağlı orada mən öz mövqeyimi bildirdim, onların etdikləri terrorla bağlı olan fikirlərimi bildirdim. Döyüş meydanında məğlub olduğunu görən düşmən ordusu dinc əhalini daim hədəfə almaqda davam edirdi. Erməni terroru nəticəsində balaca Xədicə də möcüzə nəticəsində dağıntılar altından sağ çıxıb. Həlak olanlar arasında Xədicə Şahnəzərlinin atası, anası və 1 yaşlı bacısı Mədinə də var idi. Xədicənin özünün isə hələ 4 yaşı tamam değildi. O möcüzə nəticəsində sağ qaldı. Yaşı nə qədər kiçik olsa da müthiş gecəni o da xatırlayır. Anam bacımı yatırdı. Bacım yatandan sonra bomba gəldi, düşdü evimizə və mən qıraqdaydım, gözümə torpaq, qum düşmüşdü. Amma anam gəlin üstünə taxtalar, bacım da yatdığı kravatın taxtaları üstünə düşmüşdü. İstər Gəncə terroru baş verəndə, istərsə də üzərindən 5 il ötəndən sonra indi insanlarda güclü iradənin və sarsılmaz birliyin, gələcəyə nikbin baxışın şahidi oluruq. Bir gün bunun elədiklərinin bir zaman cavabını alacağını, əmin idim ki, bir gün bunların cavabını veriləcəkdir. Həmin gecədə doğmalarını itirib özləri isə yaralı çıxan bu uşaqlar böyük ümidlərlə yaşayır. Amin turizm mütəxəssisi kimi ali təhsil alır. Xədicə isə gələcək
gələcəkdə həkim olaraq insanlara faydalı olmaq istədiyini deyir. Gəncə terroru təkcə onların yox, bütün xalqın yaddaşında əbədi yaşayacaq və onun qurbanları daim yad ediləcək. Xatırladaq ki, dəhşətli gecədə şəhərin Muxtar Hacıyev küçəsinə düşən raketin yaxınlığında yerləşən 10 nömrəli Körpələr evi uşaq bağçası və Gəncə şəhər 29 nömrəli tam orta məktəbə də ciddi ziyan dəyib. Burada da xeyli dağıntılar olub. Hadisə gecə saatlarında baş verdiyi üçün Körpələr evində və məktəbdə ölən, xəsarət alan olmayıb. Qeyd edək ki, 2-ci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Onu da əlavə edək ki, 2-ci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Gəncə.